Şeytan insanı birinci günaha salır, ikinci ümidsizlik yaşılır. Deyir səndən adam olmaz. Onun üçün də günaha düşdükdən sonra o olduğun bataqlıqda ilişib qalmamalısan. Fərzlər və haramlar bizim ölçümüzdür. Sənin ümidin bu qaladan bir daşın qopmasına səbəb olsa bu yanlış ümiddir. Bütün müsəlmanlar Quran oxuyarkən ana mesajı başa düşmək baxımından eyni olsalar belə, oradakı incəlikləri, detalları başa düşmək baxımından eynidirlərmi? Deyirlər. Və əməl etdikcə Allah Azza və Cəllə ona imanın şirinliyini, ləzzətini doyurur və onun anlama qabiliyyətini açır. Allahın ayələrini anlama qabiliyyəti açılır. Yəni mömin qorxu və ümid arasında olmalıdır. Qorxu və ümid içərisində olmalıdır. Bir tərəfli qorxu və yaxud bir tərəfli ümid özü özlüyündə zərərlidir. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. Dəyərli qardaşlar, bildiyimiz üzrə Allah Azza və Cəllə bizə özünü kitabında gözəl isimləri üzərindən tanıdır. Yəni biz Quran oxuduğumuz zaman Allahın isimlərini oxuduqda bu isimlər üzərindən Rəbbimizi tanımış oluruq. Allahın isimləri içərisində əksəriyyəti və ya daha çoxu Allahın rəhmətinə, mərhəmətinin genişliyinə, sonsuzluğuna dəlalət edən isimlərdir. Və bu isimləri biz oxuduğumuz zaman və yaxud Allahın mərhəmətinin genişliyini, sonsuzluğunu oxuduğumuz zaman bizdə təbii olaraq ümid halı formalaşır. Lakin biz yenə Quran oxuduğumuz zaman görürük ki, Allah Azza və Cəllə necə rəhmətinə dəlalət edən ayələr endiribsə, eyni şəkildə Rəbbimiz əzabının şiddətini bildirən, göstərən ayələri də endirmişdir. Eyni şəkildə Allah-u Teala'nın Əsma-ül Hüsnası içərisində, gözəl isimləri içərisində bəzi isimlər vardır ki, Allahın qəzəblənməsinə, Allahın əzab verməsinə, günahkarlara əzab verməsinə, kafirlərə əzab verməsinə dəlalət eləyir. Yəni bəzi isimləri Allah Azza və Cəllənin. Və bunları paralel şəkildə oxumaq lazımdır ki, insanda doğru düzgün bir balans formalaşsın. Və Allah-u Teala özünü tanıdarkən bizə buyurur ki, "Gafiriz-zənbi və qabilit-təvbi, şədidil-iqabid-tavul, la ilahə illə huve ileyhil masir." Rəbbimiz buyurur ki, o Allah günahları bağışlayan, tövbələri qəbul edən və şiddətlə cəzalandıran və lütf sahibi olan Allahdır. Diqqət eləsəz, Allah-u Teala burada həm mərhəmətinə dəlalət eləyən, həm də əzab verici olmasına dəlalət edən isimlərini, sifətlərini bir yerdə zikr elədi. Rəbbimiz buyurur ki, o günahları bağışlayandır, tövbələri qəbul eləyəndir. Yəni sən nə qədər günahkar olursansa ol, heç bir günah Allahın mərhəmətindən, rəhmətindən daha böyük deyil. Sən nə qədər günahkar olursansa ol, hər zaman Allahın tövbə qapısının açıq olduğunu da bilməlisən. Və bununla paralel Rəbbimiz buyurur ki, şiddətlə cəzalandırandır. Yəni insan Allahın şiddətlə cəzalandıran tərəfini də bildiyi zaman Allahdan layiqincə qorxmağa çalışır. Bacardıqca Allah qorxusu onun qəlbində yer etməlidir və Allah qorxusunun təbii nəticəsi olaraq o hərəkətlərinə, danışığına, davranışlarına daha çox diqqət edir. Və lütf sahibi olan Allahdır. Şiddətli cəzalandıran və lütf sahibi olan Allahdır. Ondan başqa heç bir ilah yoxdur və qayıdış da yalnız onadır. Mümin surəsinin daha doğrusu Qafir surəsinin 3-cü ayəsində bu qeyd etdiyimiz ayədə Allah Azza və Cəllə özünü bizə həm mərhəmət edici, həm də əzab edici tərəfi ilə tanıtmış oldu və bu dediyimiz ayədən yola çıxaraq, həmçinin Quran-Kərimdə ümumən Allahın həm mərhəmətinə, həm əzab ediciliyinə dəlalət edən ayələrdən yola çıxaraq biz bilirik ki, mömində davamlı olması gərəkən qorxu və ümid paraleldir. Yəni mömin qorxu və ümid arasında olmalıdır. Qorxu və ümid içərisində olmalıdır. Bir tərəfli qorxu və yaxud bir tərəfli ümid özü özlüyündə zərərlidir. Çünki dediyimiz kimi insan qəribədir ki, Allahın mərhəmətinə dəlalət edən isimləri oxuduğu zaman, buna bənzər ayələri oxuduğu zaman sanki şeytan ona başqa şəkildə yaxınlaşır və ona günahları adi göstərə bilir. Yəni insan Allahın mərhəmətini çox ümid etdiyi zaman bəzən günahları şeytan ona adi göstərir. Çünki ayədə də bildirildiyi üzrə o aldadıcı sizi Allahın rəhmətini istifadə eləyərək aldatmasın buyurulur. Amma paralelində bəzən olur ki, insan davamlı qorxu tərəfinə vurğu etdiyi zaman, ümid tərəfi də göz ardı edildiyi zaman bu zaman da qəribə bir vəziyyət ortaya çıxır. Onun üçün də biz baxırıq ki, qədim üləmamız davamlı bu mövzuda kitablarda yazıblar, bəhs ediblər ki, mömin beynəl xafi və raca deyirlər. Yəni qorxu və ümid arasında olmalıdır. Qorxu və ümid arasında olmaq xüsusən günümüz dünyasında daha çox önəm ərz edir. Yəni hər zaman belədir, hər zaman belə olmalıdır. Amma bu gün möminlər bu vəziyyətdə daha çox olmalıdırlar. Niyə görə? Çünki elə bir dövrdə yaşayırıq ki, bəzən insan içində yaşadığı cəmiyyətdəki bu insanların günahlarını, küfürlərini, azğınlıqlarını görür. Çünki bayaq qeyd etdiyimiz kimi tarixin hər bir dövründən daha çox, yəni heç bir dövrdə yaşanmayan səviyyədə hal-hazırda azğınlıq var, Allaha asilik var. Hər
dövrdən daha çox bu cür günahlar işlənir. Belə bir vəziyyətdə içində yaşadığı cəmiyyəti müşahidə etdiyi zaman möminə bəzən həddən artıq ümid hissi gələ bilir. Ümid hissi necə gəlir? Yəni insan baxır deyir ki, bu qədər insan heç Allah yoxmuş kimi həyat yaşayır. Bu qədər insan heç bir əmələ diqqət eləmir. Haramları rahat-rahat işləyir, amma mən iman etmişəm, fərzləri gücüm yetdiyi qədər yerinə yetirəm, gücüm yetdiyi qədər haramlardan çəkinirəm və insana ümid gəlir. Ümidin gəlməsi yaxşıdır, amma burada ölçümüz nədir? Əgər o ümid səni fərzlərdən bir şeyi əksiltməyinə səbəb olursa və yaxud haramlardan hər hansı bir şeyi sadə qəbul etməyinə səbəb olursa, demək ki, bu ümid doğru ümid deyil. Və burada insanın düşdüyü əsas xətalardan birisi odur ki, insan özünü özündən aşağılarla müqayisə edir. Bu doğru bir şey deyil. Bu gün möminlər olaraq bizim əksəriyyətimizin içində olduğu xəta bu haldır. İçində olduğumuz cəmiyyətdə Allaha asilik içərisində yaşayan insanlarla özümüzü müqayisə edib rahatlıq tapırıq. Bu doğru bir şey deyil. Halbuki insan imanda, təqvada, elmdə, xeyir əməllərdə, Allahı razı salacaq işlərdə özündən yuxarılara baxıb davamlı onlara çatmağa çalışmalıdır. Və biz baxırıq ki, tarixin müəyyən dövrlərini oxuyuruq. Müsəlman ümməti içərisində zaten İslam hakim olduqda, İslam həm əxlaq baxımından, həm hüquq baxımından bir cəmiyyətə tətbiq edildikdə, genəlliklə o cəmiyyətdə insanlar xeyirdə yarışırlar. Belə cəmiyyətdə nə qədər günahlar, hər dövrdə olur günahlar. Nə qədər günahlar olsa da, nə qədər başqa Allahın sevmədiyi işlər olsa belə, genəlliklə xeyir yayğın olduğu üçün o cəmiyyətdə insanlar, belə deyək, daha çox bir-birlə xeyirdə yarışırlar. Bu da onları daha da irəlilədir. Və xüsusən yenə müsəlmanların tarixini oxuduğu zaman görürük ki, hər dövrdə müsəlmanlar içərisində ibadətdə, elmdə biraz daha çox ciddi davranan insanlar olur. Daha çox zöhd əhli olan insanlar olur ki, insanlar onlara baxır və onlar kimi olmağa çalışır, özlərini daha çox düzəldirlər. Çünki insan belə varlıqdır ki, sən hər nə qədər bir şeyi nəzəri olaraq oxusan da, real örnək gördüyün zaman bu sənə daha çox təsir eləyir. Yəni sən Peyğəmbərimizin sallallahu əleyhi və səlləm və yaxud sahabələrin və yaxud ümmətin keçmişində yaşamış salihlərin həyatını oxuyarsan, onlar kimi olmağa çalışarsan ki, zaten çalışmalısan. Lakin insana real gördüyü örnəklər daha çox təsir eləyir. Və bu gün müsəlmanlar olaraq bizim qarşılaşdığımız əsas problemlərdən birisi də odur ki, bu qədər fəsad içərisində biz real örnək tapmaqda da çətinlik çəkirik. Yəni daha çox ibadətdə, zöhddə tanınan, daha çox Allaha yaxınlıq yollarına baş vuran insanları tapmaqda da çətinlik çəkirik. Belə olduğu üçün insan, möminlərin əksəriyyətində bu şey var ki, özünü pislərlə müqayisə eləyir və özünü pislərlə müqayisə etdikdə insan rahatlıq tapır. Bu rahatlıq yaxşı bir rahatlıq deyil. Diqqət eləsəz, bu şeytan insana yaxınlaşma yollarındandır və cahil təbəqədə, ibadətsiz təbəqədə bunu daha çox müşahidə eləyərsiniz. Məsələn, hər hansı bir adama sən deyək ki, həyatında namaz yoxdur, içki var, zina var, bütün haramları işləyir. Bu adama sən durub cəhənnəmdən bəhs etdiyin zaman adam deyər ki, mən neynəmişəm ki, cəhənnəmə gedim. Yəni sanki adam düşünür ki, cəhənnəmə getmək üçün illa bu böyük müharibələrə səbəb olacaq bir iş görməlidir. Çünki şeytan onu onunla rahatlaşdırır ki, sən neynəmirsən ki, cəhənnəmə gedir. Eyni rahatlıq bizə başqa şəkildə gəlir. Biz də düşünürük ki, biz neynəmişik, yəni bu qədər insan içərisində biz ibadət eləyirik. Ümid içərisində olmaq yaxşıdır, amma bu ümid bizi zəiflətməməlidir. Xüsusən dövrümüzdə, hər zamanda da belədir, xüsusən dövrümüzdə müsəlmanlar üçün diqqət etməsi gerəkən sərhədlər nədir? Doğru düzgün iman eləyəcək, Allahın kitabında bildirdiyi kimi fərzlərdə hər hansı bir qüsur olmayacaq. Yəni Allah bizə bir şeyi qəti dəlillə əmr edibsə, bu mövzuda müsəlmanın heç bir qüsuru olmamalıdır fərzlərdə. Paralelində Allah azza və cəllə bizə bir şeyi qəti dəlillə qadağan eləyibsə, yəni açıq haramlarda heç bir şəkildə müsəlman onun xəyallarını belə qurmayacaq. Fərzlər və haramlar bizim ölçümüzdür. Sənin ümidin bu qaladan bir daşın qopmasına səbəb olursa, bu yanlış ümiddir. Aydındır? Bu bizim qalamızdır. Fərzlər və haramlar. Qəti şəkildə buna toxundurma olmaz. Bu qalanı qoruyan, bu fərz qalasını qoruyan, harama düşməyimizə əngəl olan əsas hansı əməllərdir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin bizə tövsiyə elədiyi sünnə olan əməllərdir. Gücümüz yetdiyi qədər də biz sünnələrə əməl etdiyimiz zaman o qalamızı daha yaxşı müdafiə eləmiş oluruq. Və bunu etdikcə o zaman ümid etməyə daha çox haqqımız olur. Və paralelində dövrümüzdə bu qədər haramın, bu qədər günahın içərisində əslində bizdə ümid deyil də qorxu tərəfə ağır basmalıdır. Niyə görə qorxu tərəfə ağır basmalıdır? Çünki birincisi günahlar çox yayğındır, ikincisi Allahu aləm axir zaman içərisində yaşayırıq. Axir zaman insanların ani dönüşlər etdiyi dövrdür. Allah Rasulunun sallallahu əleyhi və səlləm hədislərində bizə xəbər verdiyi üzrə axir zaman elə bir dövrdür ki, insan mömin kimi sabahlayar, axşama kafir olaraq çıxar. Belə ani dönüşlərin, ayaq sürüşmələrin olduğu bir dövrdə mömində qorxu tərəfinin ağır basması daha çox olmalıdır. Və salihlər qeyd edirlər ki, kitablarında avam insan, yəni orta səviyyəli siravi müsəlman, avam insan ümidləndirildiyi zaman ümidlənir. Bu nə deməkdir? Ona davamlı Allahın rəhmətindən, Allahın bağışlayıcı olmasından, Allahın cənnətindən, müjdələrdən bəhs edildiyi zaman ümidlənir.
Qorxudulduğu zaman da qorxur. Avam insan, siravi müsəlman, orta səviyyəli müsəlman. Yəni ona Allahın əzabından, cəhənnəmindən bəhs etdiyi zaman da qorxur. Amma xavas isə müsəlmanların içərisində biraz daha seçkin təbəqə, biraz daha əməlini artıran, elmini artıran, Allaha yaxınlaşdırıcı işlərini artıran xavas təbəqəsi isə ümidləndirildiyi zaman qorxur, qorxudulduğu zaman ümidlənir. Yəni Allahın cəhənnəmindən, əzabından bəhs edildiyi zaman ümid tərəfini düşünür ki, Allah mərhəməti sonsuzdur həm də. Bu tərəfini düşünür. Xavas. Amma Allahın rəhmətinin genişliyindən, cənnətindən bəhs edildiyi zamanda qorxur. Niyə görə? Çünki xavas bilir ki, kəmaldan sonra zəval gəlir. Bu nə deməkdir? Bəlli bir dərəcəyə çatıbsa, bu dərəcə nədir? Adam fərzlərində qüsur yoxdur. 5 vaxtında qılır, Ramazan orucu yerindədir, gücü yetişsə zəkatı, həcci falan yerindədir. Haramlardan da heç bir harama düşmür bu adam. Zinadan uzaqdır, içkidən uzaqdır, faizdən uzaqdır. Paralelində gücü yetdiyi qədər sünnələrdə əməl eləyir. Allahın Rasulunun sevmədiyi məşruhlardan da uzaqdır. Bu qismən kəmal məqamı sayılır. Yəni adam normal müsəlmandır, xavas deyirik. Normal müsəlman dediyim biraz daha üst səviyyəli bir müsəlmandır. Salih bir insandır. Bu bilir ki, kəmaldan sonra zəval gəlir. Yəni emmə başlaya bilir. O emmədən qorxduğu üçün ümidləndirildikdə qorxusu artır. Qısacası dəyərli qardaşlar, qorxu və ümid içərisində olmalıdır hər bir müsəlman və insan qorxduğu zaman belə bir vəziyyət var ki, qorxu tərəfi bizdə ağır basdığı zaman, xüsusən indi burada gənclər olduğu üçün deyirəm, qorxu tərəfi ağır basdığı zaman insan daha çox cəhd göstərməyə çalışır, daha çox əməl eləməyə çalışır və əməl etdikcə Allah Azza və Cəllə ona imanın şirinliyini, ləzzətini doyurur və onun anlama qabiliyyətini açır. Allahın ayələrini anlama qabiliyyəti açılır. Deyək ki, müsəlmanlar fərqli-fərqli təbəqədədir. Elm baxımından, əməl baxımından. Bütün müsəlmanlar Quran oxuyarkən ana mesajı başa düşmək baxımından eyni olsalar belə, oradakı incəlikləri, detalları başa düşmək baxımından eynidirlərmi? Deyirlər. Hər müsəlman öz səviyyəsinə görə Allahın kitabından istifadə eləyir. Və yaxud Allah Azza və Cəllə bu kainata səpdiyi ayələri müşahidə eləməyimizi istəyir. Bu ayələri müşahidə eləyən insanların çıxartdığı nəticə, ayələrin onlara təsir etmə gücü eynidirmi hər kəsə görə? Xeyr, eyni deyil. İnsan üçün bu ayələrin təsirini artıran, ayələrin o həqiqi mahiyyətini onun üçün açan, yəni fəhm etmə qabiliyyətini artıran əsas ünsur nədir dəyərli qardaşlar? Neyniyəcəyik ki, biz Allahın kitabını oxuduğumuz zaman və yaxud bir kainata sərpilmiş ayələr və yaxud qarşılaşdığımız hadisələr qarşısında biz daha çox fəhmimiz açılsın, qəlbimiz oradan mesajı daha çox alsın. Bunun üçün nə lazımdır? İnsanın qorxu halında olması lazımdır və bu qorxunun təbii nəticəsi olaraq daha çox cəhd göstərməsi lazımdır. Ənkəbut surəsinin 69-cu ayəsində Rəbbimiz buyurur ki: "Vəllezine cahadu fina lenehdiyennahum subulana və innallaha lema'al muhsinin." Allah buyurur ki, bizim yolumuzda cihad edənləri əlbəttə biz öz yollarımıza yönəldərik. Allah muhsinlərlə, yaxşılıq eləyənlərlə və ya Allahı görürmüş kimi qulluq eləyənlərlə bərabərdir. Allah Azza və Cəllə buyurur ki, bizim yolumuzda cihad edənləri öz yollarımıza yönəldərik. İmam Maturidi təfsirində qeyd edir ki, əlindən gələn cəhdi Allahın rızasını qazanmaq üçün xərcləyən kimsə, əlindən nə gəlirsə, bu bəzən fiziki gücü ola bilir və yaxud maddi imkanları, vaxtı olur, elmi olur, nə varsa, Allahın rızasını qazanmaq üçün xərcləyən kimsə haqq üzərədir. Və nəfslərinin şəhvət və arzularına, nəfsin şəhvət və arzularına qarşı cihad edənləri bizə gələn yollara yönəldərik, deyir Allah Azza və Cəllə. Demək ki, buradakı cihaddan həm də məqsəd nədir? Nəfslərinin şəhvət və arzularına qarşı dirənə bilən insanlara Allah Azza və Cəllə anlama qabiliyyətini açır. Bunun üçün nə lazımdır dəyərli qardaşlar? Qorxu tərəfini ağır basması lazımdır. Necə ki, İmam Razi təfsirində qeyd edir ki, inzar, yəni qorxutma çox olduqca islah o qədər çox olur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin də əsas iki vəsfi nə idi? Qorxudan və müjdələyən. İndi dəyərli qardaşlar, bu məsələ ilə bağlı digər bir rəvayət qeyd edək. Cüneyd-i Bağdadi üçün bu rəvayət danışılır. Allahu ələm. Və digər bir salih üçün də ola bilər bu. Çünki bu rəvayətlərdə isimlərdə ixtilaf ola bilər. Cüneyd-i Bağdadi bir gün o dövrün salihlərindən və vəlilərindən deyə hüsnü zənn edilən bir insanın yanına gəlir və onu kədərli görür. Səbəbini soruşur. O da deyir ki, bir gənc yanıma gəlmişdi. Demək bu salih adamdır. Hüsnü zənn edilir ki, bu vəli bir kimsədir. Deyir ki, bir gənc yanıma gəlmişdi. Mənə dedi ki, tövbənin həqiqəti nədir? Bu şəkildə sual soruşur. Əslində çox maraqlı bir sualdır. Tövbənin həqiqəti nədir? Mən də ona dedim ki, günahı heç vaxt unutmamağındır. Günahı heç vaxt unutmamağındır. Gənc dedi ki, yox, günahı unutmağındır. Əslində ikisi də məntiqlidir, bir tərəfdən baxanda. Tövbə elədiyin zaman Allahın mərhəmətini ümid elədiyin üçün həqiqi mənada tövbənin gətirdiyi şey nədir? Allah təala bunu bağışlayır. Allah günahları örtəndir, sənə də unutdurur, günah bitdi. Bu dəftəri bağladın. O dəftəri bir də qarışdırma. Allah Rasulü hədisdə buyurur, həqiqi mənada tövbə elin heç günah işləməmiş kimidir.
Hətta savaba çevirir, ayədə keçir. Yəni qiyamət günü Allah Azza və Cəllə o günahı bağışlayıbsa, heç o adamlar onu soruşmaz da. Bu mənada baxdığın zaman nə olmuş olur? Gəncin cavabı doğru olur. Yəni günahı unutmağındır. Amma o salih kimsənin cavabı nədir? Günahı unutmamağındır. Bu hansı tərəfdən baxır? Bunun baxdığı tərəf odur ki, günahı unutduğu zaman insan getdikcə ucuba qapılır. Özünü bəyənməyə başlayır. Çünki günah elə bir şeydir ki, insan günahını bildikcə Allahın qarşısında acizliyini də bilir. Günahkarlığını bilir. Acizliyini və günahkarlığını bildikcə daha çox ibadətə yönəlir. Daha şiddətli şəkildə duaya yönəlir. Bağışlanma istəyir Allahdan. Amma günahını unutduqda bu belə olmur. Bu da bu yöndən cavab verir. Amma gəncin cavabı bunu təsir edir və bu kədərlidir. Cüneyd Bağdadi ona deyir ki, cavab olaraq, gəncin sözü doğrudur deyir. Çünki günahı çox olan insan davamlı narahatlıq içərisindədir. Bu da başqa tərəfdən baxır. Günahı çox olan insan davamlı narahatlıq içərisindədir. O çalışır ki, həmişə ümid tərəfinə baxsın. Baxın, günahı çox olan insan davamlı narahatlıq içindədir. Çalışır ki, o davamlı ümid tərəfinə baxsın. Yəni, Allah sonsuz mərhəmət sahibidir. Allah məni bağışlayar ki, belə də düşünməlidir. Çünki şeytanın hiləsi nədir, qardaşlar? Unutmamaq lazımdır. Şeytan insanı birinci günaha salır, ikinci ümidsizlik aşılayır. Deyir, səndən adam olmaz. Onun üçün də günaha düşdükdən sonra o olduğun bataqlıqda ilişib qalmamalısan. Deməlisən ki, yox, Allah mərhəmət sahibidir. Ölənə qədər, hədisdə bildirir, can bura gəlib dirənənə qədər tövbə qapısı açıqdır. Mən dönəcəm, dönməliyəm. Gənc öz tərəfindən baxaraq, günahları çox olduğu üçün ümid tərəfinə baxır. Cüneyd də deyir ki, onun tərəfdən baxdıqda doğrudur. Sənin sözün də doğrudur deyir. Çünki, bayaq dediyimiz kimi, kəmaldan sonra zəval gəlir. Bu adamda bir stabillik var, bu salih bir adamdır. Davamlı qorxu içində ki, birdən bu halım gedər. Onun üçün də bu öz tərəfindən baxanda nə deyir? Tövbə günahı unutmamağındır. Gənc öz tərəfindən baxanda günahı unutmağındır deyir. Yəni, bu şəkildə qorxu və ümid içərisində olmaqla bağlı bir rəvayət qeyd edilir. Və dəyərli qardaşlar, bir neçə salihlərin sözlərindən bir neçəsində inşallah qeyd edib bu mövzuyla bağlı bitirəcəm. Hikəmül Atayiyyədə belə bir şey keçir. Deyir ki, sənin qatında heç bir günah uca Allah haqqında səni hüsn-i zəndən uzaqlaşdıracaq dərəcədə böyüməsin. Heç bir günah sənin nəzdində, sənin qatında Allah haqqında səni hüsn-i zəndən uzaqlaşdıracaq dərəcədə böyüməsin. Hüsn-i zənn nə deməkdir? Gözəl düşünmək. Hədisdə bildirir üzrə Allah Azza və Cəllə qullarına bunu əmr edir. Gözəl düşünmək. Allah məni bağışlayacaq. Allah sonsuz mərhəmət sahibidir. Yəni ümid tərəfi. Və deyir ki, heç bir günah Allahın rəhmətindən daha böyük deyil. Və üləma, salihlər Quran və sünnədən bu mənaları anlayıb bunu qeyd etməklə nəyi hədəfləyirlər? Şeytanın günahdan sonra insanı bataqlıqda buraxmasının qarşısını almağı hədəfləyirlər. Çünki çox ciddi bir problem daha qardaşlar o. Şeytan insanı günaha saldıqdan sonra ona ümidsizlik aşlayır. Və o zaman nəyi düşünəcəksən? Heç bir günah Allahın rəhmətindən daha böyük deyil. Bu işin bir tərəfi. Sonra qeyd olunur, yenə deyir ki, Hikəmül Atayiyyədə, Rəbbini tanıyan kimsə günahını uca Allahın kərəmi qarşısında kiçik sayır. Rəbbini tanıyan. Çünki Allah Azza və Cəllə sonsuz mərhəmət sahibidir. Sonra yenə hikəmdə deyir ki, uca Allahın ədaləti səni qarşıladıqdan sonra heç bir kiçik günah yoxdur. Baxın, uca Allahın ədaləti səni qarşıladıqdan sonra, yəni qiyamət günü Allah Azza və Cəllə sənə ədalətlə müamilə edir. Heç bir kiçik günah yoxdur. Onun üçün də salihləri soruşulduğu zaman kiçik günah, böyük günah, onlar nə deyirlər? Günahın kiçik və ya böyük olmağına baxma. Kimə qarşı işlənməsinə bax. Sən Allahın yerində, Allahın sənə verdiyi əzaları, Allahın sənin üçün verdiyi ruziləri yeyərək üsyana istifadə edirsən. Bunun kiçiyi böyüyü yoxdur deyir. Bu salihlərin yanaşmasıdır. Onun üçün deyir ki, Allahın ədaləti səni qarşıladıqdan sonra kiçik günah yoxdur. Amma onun lütfü və mərhəməti səni qarşıladıqdan sonra da böyük günah yoxdur. Bu qorxu və ümiddir. Allahın mərhəməti səni qarşıladıqdan sonra böyük günah yoxdur. Buna bənzər başqa bir söz demişdik. Elm əhlindən nəql eləmişdik belə bir söz. Ümid edirəm ki, xatırınızda olar bu. İsrar etdikdən sonra kiçik günah yoxdur. İsrar etdikdən sonra. Yəni israr etməyin örnəklərindən birisi nədir? Siqaret çəkmək məsələn. Adam deyir ki, alimlər arasında ixtilaflar var. Birisi belə deyir, birisi məşruh deyir, birisi harama yaxın məşruh, haram deyir, istihadidir, odur, budur falan. Tamam, amma sən bunu gündə dəfələrlə eləyirsən axı. Sən hər gün dəfələrlə siqaret çəkirsən. Aylar, illər pulun israfa gedir, bədənə zərər olur, insanların haqqına girirsən. Bir kiçik günah idisə əgər, ictihadi bir haram idisə əgər və yaxud təhrimən məşruh və yaxud məşruh idisə əgər, bu arta bu kiçik günahlar hara doğru gedir? Onun üçün deyir ki, üləma israr etdikdən sonra kiçik günah yoxdur. Tövbə etdikdən sonra da böyük günah yoxdur. Aydındır, tövbə etdikdən sonra da böyük günahdır. Və unutmamaq lazımdır. Hər günahda küfrə aparan bir yol var.
Hər günah bir yönü ilə insanı küfrə aparır. Hər günah sənin iman qalanından bir daşı qopardır və onu bərpa eləmək çox çətin olur. Elə ki, hər günah bir baxıma Allahın nemətinə qarşı nankörlük olduğu üçün bir baxıma küfürdür. Və bu bir nöqtədən sonra insanı böyük küfrə aparır, həqiqi küfrə aparır, İslamdan çıxmağa aparır. İslamdan çıxan insanların böyük əksəriyyətinin İslamdan çıxma səbəbi günahlardır. Sonra başlar buna bəhanələr uydurmağa. Ay şübhəyə düşdüm, filan şübhə, filan kəsi dinlədim, filan kitabı oxudum. Əsas səbəb günahlar idi. Onun üçün bu sözü düstur eləmək lazımdır zehnimizdə. İsrar etdikdən sonra kiçik günah yoxdur, tövbə etdikdən sonra böyük günah yoxdur və hər günahda küfrə aparan bir yol var. Onun üçün Hikəm Latay da deyir ki, Allahın ədaləti səni qarşıtdıqdan sonra kiçik günah yoxdur, Allahın lütfü səni qarşıtdıqdan sonra qiyamət günü böyük günahda yoxdur. Bir də bir sözdə inşallah qeyd edib bitirək. Deyir ki, görülməsi səndən qayib olan, yəni sənin görmədiyin belə deyək və yaxud gizli olan bu mənalarda qəsd edilə bilər və varlığı sənin qatında aşağı görülən əməldən daha çox ümidverici əməl yoxdur. Yəni gizli əməldir və görülməsi səndən də qayibdir. Biri var, məsələn, bir əməl eləyirsən, insanlar bilmir. Hədisdə bildirilir ki, sədəqə verir, sağ əlin verdiyini sol əl bilmir. Məsələn, bu çox gizlilik əlamətidir də. Amma nəticədə sağ əlin verirsə demək nə deməkdir? Sən bilirsən də, düzdür? Çox maraqlı bir şey qeyd edir burada alim. Qiyamət günü biz hansı əməlimizi ümid eləyə bilərik? Qiyamət günü hansı əməl bizim daha çox işimizə yarayacaq? Bəzi əməllərlədik, insanlar bunu gördü. Birinci dərəcə. İkinci dərəcə. Bəzi əməllərlədik ki, bunu insanlar görmədi, biz gördük. Amma biz bildik. Məsələn, bax, birinci dərəcəli elədiyimiz əməllər. Yəni insanlar da bildi bunu. Burada hansı risk var? Riya riski var. Mütləq riya olacaq deyə də bir şey yoxdur. Amma bəzi insanlar var ki, açıqdan eləyir, amma riyada olmur. Amma riya riski var. İkinci dərəcəli əməllər. İnsanlar bilmədi, sadəcə biz özümüz bildik. Bir əməl elədik sadəcə. Burada nə riski var? Ucub riski var. Özünü bəyənmək. Yəni nə kibir eləmirsən, nə riya eləmirsən, sadəcə özünü içdən bəyənirsən. Amma burada deyir ki, alim, elə bir əməl var ki, 3-cü dərəcədə. Elə bir əməl var ki, bu əməl səndən də gizlidir. Necə ola bilər ki, mən bir əməl edirəm, amma özüm belə bilmirəm. Bu siz nədir? Səndən sonra və yaxud elə sənin yaşadığın dövrdə ikinci, üçüncü nəsillərdə davam edən bir şeydir. İkinci, üçüncü təbəqədə davam edən bir şeydir. Məsələn, sədəqə-i cariyə kimi. Məsələn, deyək ki, sən sədəqə-i cariyə nə gəlir? Salih övladdır, insanların ümumi istifadə elədiyi bir nəsə insanlığa bir şey buraxmaqdır. Deyək ki, məscid kimi, nə bilim, su quyusu kimi bir şey və salih övladdır və yaxud özündən istifadə edilən elm. Məsələn, sən birisinə dəvət verdin, bu insan namaza başladı, İslam'a gəldi, namaza başladı. Bu insanın namaz qılması, oruç tutması sənə gələn bir faydadır, savabdır, düzdür? Amma nəticədə sən bunu bildinmi? Bildin. Amma o insan da getdi başqa bir bölgədə illər sonra və yaxud az bir vaxt, çox bir vaxt sonra başqalarını da dəvət elədi. Onlar da onları dəvət elədi. İkinci, üçüncü, dördüncü təbəqə belə-belə gedir. Təsəvvür ki, heç sənin tanımadığın adam var. Heç sən tanımadığın adam var. Bu adam namaz qılır, zöhr namaz qılır, sübh qılır, qalxır gecə təhəccüd qılır, səhər axşam zikirləri, Quran oxuyur. Heç tanımadığın adamdır. Amma o adam sənin namaz öyrətdiyin, dəvət verdiyin adamın öyrətdiyi bir adamdır. O adamın əməlindən sən riya uma bilmirsən. Heç tanımırsan adamı da. Bax, sənə gizli bir əməldir. Və yaxud bunun kimi bir çox örnəklər verə bilərik. Deyir ki, alim, bu əməl var ha. Bir bu, bir də sənin qatında xor görülən, heç əhəmiyyət verməmisən. Bir də iş görmüsən, heç əhəmiyyət verməmisən, fikirləşməmisən ora. O əməl qədər qiyamət günü sənə ümid verici heç bir əməl yoxdur. Onun üçün də heç bir əməli kiçik görməmək lazımdır. Gücümüz yetdiyi qədər Allahı razı salacaq işlər etmək lazımdır və Allahın qəzəbini çəkəcək işlərdən də uzaq olmaq lazımdır və davamlı qorxu və ümid içərisində olmaq lazımdır. Allah Teala günahlarımızı bağışlasın, salih əməllərimizi bizdən qəbul etsin. Allah Teala müsəlman canımızı alsın. Elhamdülillahi Rabbil alemin.